Amerikalı senator Lindsey Graham Tehran hakimiyyətinin öz xalqına qarşı tətbiq etdiyi siyasəti sərt şəkildə pisləyib. Misyaz xəbər verir ki, siyasətçi bunu Fox News telekanalının müsahibəsində deyib. Graham bildirib ki, İranda yeniyetmə qızlar sadəcə saçlarını hakimiyyətin tələb etdiyi qaydada örtmədiklərinə görə avtobuslardan sürüklənə, hətta həyatlarını itirə bilərlər. Senator bu cür halların qəddar repressiya və insan haqlarının açıq şəkildə pozulması kimi qiymətləndirib. Graham qeyd edib ki, İran cəmiyyətində artıq Ayətullah rejiminə qarşı ciddi narazılıq mövcuddur və xalq mövcud rəhbərliyin hakimiyyətdə qalmasını istəmir. Siyasətçi həmçinin əlavə edib ki, o İranlıların Ayətullahın liderlikdən uzaqlaşdırılması istiqamətində göstərdikləri səyləri dəstəkləyir. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.